Neynir burada? Fərdi işləyir. Fərdi işləyir, tək başına sevinir, gülür. Niyə gülür? Çünki tək işləməyə xoşuna gəlir. Başı gençdir, beyni gençdir. Bunlar nəsə eləyir? Qeybət edirlər. Bunlar da qeybət edirlər, istəyirlər. Yalana kitab haberlərindən güvəkili həsəb. O məsəlində oxuyurlar, kitaba baxırlar, maraqlı bir hadisə haqqında müzakirə edirlər. Sizin düşündüyünüz kimi deyil. Bu maraqlı bir hadisə olacaq, bu da təəccüblərini gördüyünüz kimi. Bu cütlərlə işdir. Fərdi işin üstünlükləri nədir? Baxın, fərdi iş introvert şəxsiyyət kimi və fərdaxil uşaqların marağına səbəb olur. Fərdaxil intellekti odur ki, bu uşaq tək başına öyrənməyi sevir, fərdaxili deyirik buna. Introvert şəxsiyyət tipinə sahib olan insanlarda daha çox öz qərarlarını, öz fikirlərini üstün görən insanlardır onlar. Özləri qərar verir, özləri addım atır. Fərdaxil intellekt və introvert şəxsiyyət tipinin həmişə sevdiyi üsul nədir? Fərdi iş formasıdır. Ki, onlar tək işləməyi sevirlər. Üstünlüyü odur ki, fərdi iş zamanı uşaq tək işləyir, öz güclü və zəif tərəfləri haqqında məlumatlı olur. Sizcə özünə necə yanaşır? Tənqidi yanaşırsa, düzdür, özünə tənqidi yanaşır. Metakognitiv bilikləri inkişaf edir, öz zəif güclü tərəflərini bilir. Özü müstəqil öyrənmə bacarıqlarına sahib olur. Bu, onun üstünlükləridir təbii ki. Çatışmazlığı nədir? Çatışmazlığı odur ki, əgər sinifdə şagird sayı çox olarsa, nə ola bilməz? Müəllim hamıya bərabər vaxt çatdırmaya bilər və fərdi iş forması, yəni uğursuz olar, çətin olar, daha doğrusu. Şagird sayı çoxdursa, biz fərdi işdən o qədər effektiv şəkildə istifadə edə bilmirik. Bu demək deyil ki, şagird sayı çoxdursa, heç vaxt istifadə etməyəcəm, edəcəm. Amma baxacam, yəni dərsimin vaxtı, mövzusu uyğundursa, istifadə edə bilərəm. Bir də şagirdlərdə hansı bacarıqlar kölgədə qarşısınca?